Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində Novruz şənliyi keçirilib. Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi, oduna isindiyi mənəvi əxlaqi keyfiyyətlərini əks etdirən müqəddəs, ülvi bir bayram, ümumxalq şənliyidir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu bayram təntənə ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda böyük izdiham təntənə vardı. Şən və oynaq musiqi sədaları ətrafa yayılırdı. Meydan Novruzun nazlı gəlini hesab edilən səmənilərlə gül çiçəyə, yaşıllığa bürünmüşdü. Parkın müxtəlif yerlərində Cəllabad, Masallı, Lerik, Astara və Lənkərandan olan mədəniyyət adamlarının təşəbbüsü ilə xalqımızın Novruzla bağlı milli adət-ənənələri nümayiş etdirildi. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşov Novruz tonqalını alovlandırdı. Novruzun əsas personajları Kosa və Keçəl öz məzəli əhvalatları ilə parka toplaşanlara xoş-ovqat bəxş etdilər. Daha sonra Dədə Qorqud Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara sevinç, səadət, xoşbəxtlik, bolluq, firavanlıq arzuladı. Musiqiçilər, aktyorlar, məktəblilər, bahar, doğma ocaq, təbiət haqqında mahnılar oxudular. Milli geyimli qızlar rəqs etdilər, öz fəaliyyət kollektivinin çıxışları rəğbətlə qarşılandı.